pullarınızı hara və necə yatırmaq lazımdır? Gəlin bu sualın cavabını tapaq. Mən özəl pensiya fonları barədə video qoyandan sonra bir çox insanlar mənə şəxsi mesajlarda dedilər ki, bəs hara investisiya edək pulumuzu, hansı brokeri məsləhət görürsünüz, biz bunu necə yaradaq? Mənim əsas problemi ondan ibarətdir ki, Azərbaycanda investisiya məsləhətləri vermək üçün investisiya lisenziyan olmalıdır. Hətta mən sizə deyəndə ki, gedin ora pulu yatırın ya da ki, falan brokerdən istifadə edin, mən dərhal cərimələnə bilərəm, çünki mənim bu lisenziyam yoxdur. Məhz bu səbəbdən mən investisiya məsləhətləri vermirəm. Mən bir proqram hazırlamışam, növbəti ildən başlamaq istirdim onu. Azərbaycanda maliyyə və investisiya savadlığının artırılması ilə bağlı. Amma bir problemə dirənmişəm. Mən etibarlı broker tapa bilmirəm Azərbaycanda investisiyalarınızı etmək üçün. Nəzəri hissə hazırdır, praktiki hissədə dirənmişəm. Onun da səbəbi ondan ibarətdir ki, yerli investisiya şirkətlərində bir çox problemlər var. Ya mədəniyyətləri yaxşı deyil, işçilər tez gəlib gedir, ya strukturu yaxşı deyil, ya da ki, onların proqram tətbiqi asan və anlaşılan deyil. Amma ən fundamental, ən böyük problem mənim üçün ondan ibarətdir ki, onların altyapısına baxanda sonda pullar harda gəlib oturur, sim pullar. O gedir ya Kiprə çıxır, ya Polşa çıxır və orada tanımadığım, adlarını bilmədiyim bir banklardır. Və bu səbəbdə mənim şəxsi brendin məsələsi var. O investisiya şirkətlərinin heç nə olası deyil. Amma sabahları həmin o Kipr'dakı, Polşadakı banklar batsa və sizin pulunuz oyuna bir yerdə batsa, mən Azərbaycanda küçəyə çıxa bilməyəcəm. Həmin bu investisiya şirkətləri sahiblərinə ümumiyyətlə heç nə baş verməyəcəkdir. İndi bir irəliləyiş var bu istiqamətdə. Bir investisiya şirkəti çox hörmət etdiyim bir bankla əməkdaşlığa başlamaq üzrədir. Ümidvaram ki, gələn ilin əvvəlində bu həll olunacaq və o zaman da mənim ilk milyonum proqramı baş verəcəkdir. Uğurlar, gözləyin, sizə update edəcəm.